Kompüterdə Task Manager keçid eləyəndə Task Managerə Ctrl Shift Escape basıb da keçə bilərsiniz. Ya da buradan Task Manager basarıq. Burada performansa daxil oluram. Görürəm mənə göstərir ki, uptime 4 gün 2 saat 58 dəqiqə. Təxminən 4 gündür ki, mənim kompüterim açıq vəziyyətdə göstərir. Bu da kompüterə ziyandır, çox açıq saxlamaq. Amma bunun səbəbi nədir? Mən əslində bunu belə deyim də 5-6 saat qabaqda keçirmişəm. Ondan qabaq da neçə dəfələrlə keçirmişəm, yəni. 4 gündə açıq vəziyyətdə qoymamışam. Məsələ nədir? Gələk biz kontrol panelə. Burada bir iki dənə şey var. Onları göstərim, keçirəm bir-bir. Məsələn, change plan settings. Bu burada kompüteri ekranının sönməsi və yuxuya getməsi vaxtı göstərilir. Bateriyada olanda və ya zaretka yığan zaman. Bunu dəyişə bilərsiniz buradan. Bu heç. Bizə lazım olan nədir? Bizə lazım olan budur. Change power settings. Məsələn, bu məndə silip idi. Bunu dəyişdim shutdown-a. Amma yoxladım, gördüm ki, bunu eləyib keçirəndən sonra da yandırdım, baxdım, təzədən gördüm burada Task Manager-də yenə də şey göstərirdi. 4 gün göstərirdi. Məsələ nədir? Biz bura bir dənə klikləyirik. Bunu dəyişə bilirik. Məndə Fast Startup açıqdır. Fast Startup açıq olanda kompüteri daha tez başlatmaq üçün belə deyim, tam keçirmir onu. Nə qədər keçirsəz də onu belə deyək ki, aktiv vəziyyətdə saxlayır. Amma biz bunu deaktiv edəndən sonra save change eləyək. İndi burada videonu dayandıracağam, bir də açanda başladacağam. Çünki keçirirəm kompüteri. Shutdown eləyirəm. Heç nə. Shutdown eləyim, ondan sonra da açanda göstərəcəm nə oldu. İndi kompüteri yenidən yandırdım. Task Manager-ə keçid elədim. Görürəm burada uptime-ı sıfırladı. Sıfırdan başlayır indi. Məsələ buydu yəni. Bu qədər.